Yer kürəsində çoxlu sayda xalq yaşayır. Lakin bu xalqların heç də hamısının dövləti yoxdur. Xalqımız tarix boyunca çoxlu dövlətlər qurmuşdu. Tarixi Azərbaycan torpaqları Dərbənddən başlayıb Zəncana və Həmədana qədər uzanır. Onun ərazisi 400 min kvadrat kilometrdən çoxdur. Araz çayı vətənimizi iki hissəyə bölür. Hazırda bu çayın şimalındakı ərazidə Azərbaycan Respublikası yerləşir. Azərbaycan torpaqlarının böyük hissəsi Araz çayının cənubunda yerləşdiyinə görə həmin ərazi Cənubi, Güney Azərbaycan adlanır. Maraqlıdır ki, Azərbaycanda ilk dövlətlərdən biri olan Manna məhz Urmiya gölü hövzəsində yaranmışdı. Urmiya gölü ətrafındakı torpaqlar bərəkətli idi. Əkinçilər taxıl, arpa və müxtəlif bitkilər becərir. Bağçılıqla məşğul olurdular. Həm yaylaqlar, həm də qışlaqlar heyvandarlığın inkişafına təkan verirdi. O dövrün mənbələrinə görə burada qoyun quzu və malqara sürülərinin, at ilxılarının sayı hesabı yox idi. Zəngin faydalı qazıntılar və məhsul sərvətləri bol sənətkarlığın da inkişafına şərait yaradırdı. Sənətkarlar qızıl və gümüşdən bəzək əşyaları, qablar, dəmir və tuncdan metal əşyalar, silahlar düzəldirdilər. Xarici səyyahlar da Urmiya gölü hövzəsinə bu zəngin diyar dövlət, təbii sərvətlər cəlb edirdi. Eradan əvvəl 9-cu yüzillikdə bu ərazidə mövcud olan vilayətlər xarici basqınlardan qorunmaq üçün birləşməyə başladı. Assur və Urartu dövlətlərinin aramsız basqınları əhalinin qarətlərə, talanlara məruz qalması bu birləşməni zəruri edirdi. Nəticədə Urmiya gölü hövzəsində Manna dövləti yarandı. Dövlət öz adını güclü tayfadan, Mannadan almışdı. Paytaxt şəhəri olan İzirtu öz gözəl tikililəri və möhkəm qala divarları ilə seçilirdi. Buna görə İzirtu padşah şəhəri adlandırıldı. Beləliklə, Manna Azərbaycan ərazisində yaranmış ilk mərkəzləşmiş dövlət kimi tarixə düşmüşdü. Təxminən 300 ilə yaxın mövcud olan dövlətin ən tanınmış hökmdarı İranzu olmuşdu. O, güclü Assur və Urartu dövlətlərinin əhatəsində öz dövlətini dağıdıcı hücumlardan qorumağa çalışırdı. İranzunun qarşısında iki mühüm məsələ dururdu. Ölkədə sabitlik və birlik yaratmaq, xarici basqınlardan qorunmaq. Məqsədlərini həyata keçirməyə başlayan İranzu, ilk növbədə özbaşına hərəkət edən vilayət hakimlərini tabe etdi. O, vilayətləri birləşdirdi, mərkəzi hakimiyyəti gücləndirdi. İranzu, iki güclü rəqiblə eyni vaxtda mübarizə aparmağın çətinliyini nəzərə alaraq, Assur dövləti ilə ittifaq bağladı. Bu dövlətin köməyi ilə işğal olunmuş Manna ərazilərini geri qaytardı. Beləliklə, Manna güclü dövlətə çevrildi. Manna dövlətinin süqutundan çox sonralar onun ərazisində yeni bir dövlət yarandı. Bu dövlət onu quran şəxsiyyətin Atropatın adı ilə Atropatena adlandırıldı. Bilirsinizmi? Bəzi alimlər Azərbaycan adını da Atropatenanın adı ilə bağlayırlar. Onların fikrincə, Atropatena sözü zaman keçdikcə şəklini dəyişmiş Aturpatkan, Adərbayqan və tədricən Azərbaycan formasına düşmüşdü. Bəs adı dövlətə verilən bu məşhur şəxs kim idi? Eradan əvvəl 4-cü yüzillikdə şərq əraziləri Makedoniyalı İskəndərin yürüşlərinə məruz qalmışdı. Atropat o zaman həm Azərbaycanın cənubunu, həm də şimalında Araz çayı ətrafı əraziləri idarə edirdi. Azərbaycan tayfaları onun rəhbərliyi altında Makedoniyalılara qarşı cəsarətlə döyüşürdülər. Lakin bu qüdrətli sərkərdəni qalib gəlmək mümkün olmurdu. Düşmən olsalar da, Makedoniyalı İskəndər Atropatın cəsarətini, mərdliyini görüb, onu Azərbaycan torpaqlarının hakimi kimi tanımışdı. İskəndərin ölümündən sonra onun qurduğu dövlət parçalandı. Bundan istifadə edən Atropat Azərbaycanın cənub torpaqlarında yeni bir dövlət yaratdı. Dövlətin paytaxtı Qazaka şəhəri idi. Atropatdan sonra hakimiyyətə gələnlər də ənənəyə sadiq qaldılar. Onlar dövlətin müstəqilliyi uğrunda mübarizə aparmış, qonşu dövlətlərin basqınlarının qarşısını almış, dövlətin uzun müddət yaşamasına nail olmuşdular. Atropatena hökmdarlarından biri hətta güclü Roma qoşununu məğlub etmiş, düşmənin döyüş bayraqlarını ələ keçirmişdi. Atropatenada təsərrüfat yaxşı inkişaf etmişdi. Buradan beynəlxalq ticarət yolları keçirdi. Çindən və Hindistandan gələn tacirlər ölkənin ərazisindən istifadə edirdilər.
Yerli sənətkarlar öz məhsullarını tacirlərə satır, xeyli qazanc əldə edirdilər. Ona görə də Atropatenada sənətkarlıq və ticarət daha da inkişaf edərək gəlirli sahələrə çevrilmişdi. Şəhər həyatı canlanmışdı. Atropatena dövləti ilə demək olar ki, eyni dövrdə Araz çayından şimalda Albaniya dövləti də yaranmışdı. Onun sərhədləri qismən müasir Azərbaycan Respublikasının ərazisinə uyğun gəlsə də, ərazisi ondan daha böyük olmuşdu. Böyük Qafqaz dağlarından Araz çayına, qərbdə Göyçə gölü hövzəsindən Xəzər dənizinə qədər geniş ərazilər bu dövlətin tərkibinə daxil idi. Albaniya şimal-qərbdə Gürcü dövləti İberiya ilə həmsərhəd idi. Dövlətin paytaxtı Qəbələ şəhəri olmuşdu. Bilirsinizmi? 1940-cı illərdə Mingəçevir su elektrik stansiyasının tikintisi aparılırdı. Ekskavatorlar dağları yarır. Azərbaycanın ən böyük elektrik stansiyası üçün dayağa yer hazırlayırdılar. Bir gün ekskavatorlardan birinin yer qazən qaşığı boşluğa düşür. Ətrafa müxtəlif əşyalar səpələnir. Küp qırıntıları, metal əşyalar, zirehli geyimlər, dəbilgələr. Qazıntı işləri dayandırılır. Əraziyə gələn alimlər qazıntıları özləri davam etdirir və böyük bir mədəniyyət izlərinə çıxırlar. Bu mədəniyyət nümunələri qədim Albanlara aid idi. 1950-ci illərdə ölkəmizin müxtəlif yerlərində, o cümlədən Qəbələdə, Şamaxıda da qazıntılar aparıldı. Çoxdan unudulmuş qədim Albaniya tarixi artıq alimlərlə danışmağa başlamışdı. Qəbələdə içərisində kömürləşmiş odunları olan iri təsərrüfat küpləri, Şamaxıdan tapılmış gümüş pul dəfinələri Albanların inkişaf etmiş təsərrüfat həyatından xəbər verirdi. Yazılı mənbələrlə yanaşı, tapılan maddi mədəniyyət nümunələri alimlərə Albaniya tarixini bərpa etməyə imkan yaratdı. O dövrə aid qəbirlərdən də müxtəlif əşyalar aşkar edildi. Qədim Roma-Yunan müəlliflərindən biri yazırdı. Onlarda dəvə olduqca çoxdur. Dəvənin gözəl yunu vardır. Onun yunu çox zərifdir. Bu yundan tikilmiş paltarları ən varlı şəxslər geyinirlər. Qəbir abidələrindən yun parça ilə yanaşı, kətan parça qalıqları da tapılmışdı. Yun və kətan parçalar hansı sənət sahəsinin inkişafından xəbər verir? Dünya ticarət yollarının bir qolu da Albaniya ərazisindən keçirdi. Pul dəfinələrinin tapılması ticarətdə yerli pullardan istifadə edildiyini təsdiq edir. Ölkənin zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi xarici qüvvələrin diqqətini cəlb edirdi. Albaniyanı işğal etməyə çalışan Roma dövləti buraya bir neçə dəfə qoşun yeritmişdi. Lakin Albanlar bura hücum etmiş Roma qoşunlarına qarşı cəsarətlə mübarizə aparmışdı. Romalılar sülh bağlayıb Albaniyanı tərk etmişlər. Albaniya dövləti 1000 ildən artıq öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. Eranın 8-ci yüzilliyində ərəblər Albaniya dövlətinin varlığına son qoydular.